Bugündən kommunal xidmətlər üzrə vahid abunəçi kodu mexanizmi yaradılır. Yəni, kommunal xidmətlər artıq rəqəmsal formada idarə olunacaq. Artıq kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması və aidiyyatı sistemlərin inteqrasiyası üzrə yol xəritəsi də təsdiqlənib. Bu mexanizm ölkədə rəqəmsal idarəetmə sistemlərinin daha da inkişaf etdiyini göstərir və düşünürəm ki, bu yeniliyin bir sıra əhəmiyyətli üstünlükləri də olacaq. Burada vacib məqam ondan ibarətdir ki, vətəndaşlar bundan sonra su, qaz, işıq və digər kommunal xidmətləri üzrə ödənişlər və məlumatları bir vahid kod vasitəsilə daha rahat şəkildə idarə edə biləcəklər. Bu da öz növbəsində istifadəçinin vaxtına qənaət etməsinə və eyni zamanda fərqli sistemlər arasında məlumat itkisinin və uyğunsuzluğun qarşısını almaq üçün də köməklik eləyəcək. Ümumilikdə bu mexanizm düşünürəm ki, eyni zamanda məlumatların inteqrasiyalı şəkildə bir mərkəzə toplanmasına, istifadəçi hesablarının formalaşdırılması baxımından da çox faydalı olacaq. Artıq bir abunəçi kodu ilə bütün kommunal xidmətləri ödəmək mümkün olacaq. Bunun üçün vahid informasiya sistemi yaradılır. Sistem abunətlərə kommunal xidmətlərlə bağlı məlumatları vahid formadan əldə etməyə, ödənişləri daha rahat həyata keçirməyə imkan verəcək. Ən vacibi isə bu sistem vasitəsilə insanlar vahid portal üzərindən elektrik, qaz, su və istilik üzrə borclarının sərfiyyat göstəricilərini və tariflərini izləyə biləcəklər. Paytaxt sakinlərinin yeniliyə münasibətinə gəlincə isə Mənə elə gəlir ki, vahid sistem yaxşı olar. Yəni ki, bir var hərəsinə ayrı-ayrı gedəsən, bir də var ki, hamısı bir sistemdədir. Başqa şeylər kimi ona da baxacaqsan və salam. Mənə elə gəlir ki, bu daha sərfəli, daha yaxşıdır. Məncə rahat olacaq. Ödəmə sualına gələndə rahat olacaq. Yaşlı adamlar poçta gedirlər, ödəyirlər. Məncə o qalacaq. Resurs kimi qalacaq yaşlı adamlar üçün. Onlar istifadə edə biləcəklər. Qeyd eləyək ki, gələcəkdə elektrik, su, qaz və digər sayğaclar tam ağıllı sayğaclara çevrilə bilər. Vahid informasiya sistemi ilkin mərhələdə Bakı və böyük şəhərlərdə pilot layihə formasında tətbiq olunacaq.